Səhiyyə Nazirliyi tərəfindən müəyyən dərman vasitələrinin dövriyyəsinə qadağa onların adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Nazirliyin yaydığı məlumata görə siyahıda adları göstərilən və dövriyyəsi qadağan edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər. Səhiyyə Nazirliyi tərəfindən 844 seriya nömrəli dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi xəbəri əhali arasında çaşqınlığa səbəb olub. Siyahıda gündəlik istifadə olunan bir çox preparatın adını görən alıcılar dərmanların satışdan çıxarıldığını zənn edərək apteklərdən ehtiyat olaraq qutularla dərman almağa çalışıb. Aptekdə düzdür, biz müştərilər, pasiyentlərlə belə olur ki, bir də onlar da bizə suallar verirlər ki, yəqin bu dərmanlar olmayacaq. Bir də sən məsəl üçün kütləvi o dərmanları almağı ilə məşğullar. Biz onlara başa salırıq ki, yəni siz diqqətlə yaxın orada seriyalar göstərir. Yəni həmin dərmandan Azərbaycanda olacaq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan reydlər zamanı yararlılıq haqqında analiz protokolu olmayan və Nazirliyin rəsmi icazəsi olmadan idxal olunan 2874 qutu dərman vasitəsi aşkarlanıb və satışdan çıxarılıb. Səhiyyə Nazirliyinin açıqlamasında da deyilir ki, Nazirlik tərəfindən qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Təqdim olunan cədvəldə adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.